Yəni biz orada əstəğfurullah desək Allahla Orada qovuşmamız. elə sınaqlardan Allah Taala sizi keçirir. Bəndə ilə, torpaqla, kondisionerlə, suyla, çörəklə və insanın iç üzü orada ayaq yolu ilə elə bir məqamlar orada olur. Onu orada olanlar başa düşər, nədən danışılır söhbət. Və inandırım sizi 10 nəfərdən ikisi oradan salamat çıxıbsa şükür Allaha deyərsiniz. Mənəvi salamatdan söhbət. Hər tərəfli. Orada hətta ağcıqanəti icazə olmur öldürməyə, nəinki hansısa bəndiyə bir söz deməyə. Amma orada elə şeylər baş verir dəhşət. Və psixoloq olduğuma və o Allah ki icazə verib çox şey görməyə, onda ancaq o gözlərini aşağı salırsan və çalışırsan, heç görməyəsən, eşitməyəsən heç nəyi. Sadəcə deyirsən, bağışla. Mən eşidirəm, amma çaşmamağa, qınamamağa özüm mənə kömək elə. Burada bu böyük məqamlar olur. Nə kimi sən o məqamları keçə bildin, bu böyük bir şeydir. Zaten ən böyük dava elə bizim özümüzdəndir. Da. Ona görə deyirəm, siz hətta çıxanda Allah Taala pişiklə də sizi sınayır, itlə də sizi sınayır. Sadəcə hər bir zaman düzgün olmaq üçün siz özünüzü qoyun o insanın yerinə və fikirləşin ki, mən orada olsaydım, mən necə istəyərdim məni ilə davransınlar. Və elə davranın. Özünüzə görə. O qanacağı özü bilər, qanmayacağı da özü bilər. Bu sizin sınaqdır. Siz o sınaqdan başucu çıxın. Siz təmiz çıxın.